Gəldik, yer axtarıq. Parkovka düyməsini basırıq. Aktivləşdirdim deyə bir yerləri göstərir ki, burada dayana bilərsiniz. Gəlin mən məsəl üçün bu yeri seçeyim və deyim ki, başda parkovkanı eləməyə. Özüm də avtomobildən düşüm. Avtomobildən düşəndən sonra başa düşür ki, orada heç kəs yoxdur. Və bunun üçün biz təsdiq edirik ki, get parkovkanı elə. Bu da özü başlayır park eləməyə. Avarikaları yandırıb gördüğünüz kimi. Yəni bir də nümayiş etdirim ki, hal-hazırda avtomobildə heç kəs yoxdur. İstikan da özü döndərir. Göstərdiyim yerə uyğun olaraq və gedir özü park edir. Park edəndən sonra da ruşnoyu çekip yanacak. Avarinları da söndürecek. Belə gördüğünüz kimi daha yandı.